Ekskluziv xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam, hörmətli izləyicilər. Bu videoda iyun ayı üzrə pensiyaların ödənilməsi ilə bağlı son məlumatları diqqətinizə çatdıracağıq. Dövlət Sosial Müdafiə Fondu tərəfindən yayılan məlumata əsasən Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiya alan vətəndaşların iyun ayına aid pensiyaları iyunun 12-sində ödəniləcək. Bu xəbər minlərlə pensiyaçı üçün böyük əhəmiyyət daşıyır. Çünki hər ay pensiyaların ödəniş tarifi vətəndaşlar tərəfindən maraqla gözlənilir. Xüsusilə də gündəlik xərclərini, kommunal ödəyişlərini və digər maliyyə planlamalarını pensiya gəlirləri əsasında quran insanlar üçün ödəniş tarifinin əvvəlcədən məlum olması vacib hesab olunur. Rəsmi məlumata görə Bakı, Sumqayıt və Abşeron rayonunda yaşayan pensiyaçıların vəsaitləri iyunun 12-si tarifində onların bank kartlarına köçürüləcək. Vətəndaşlar həmin gündən etibarən bankomatlar vasitəsilə vəsaitlərini nağdlaşdıra və ya kart üzərindən istifadə edə biləcəklər. Dövlət Sosial Müdafiə Fondu onu da bildirib ki, Bakı, Sumqayıt və Abşeron üzrə ödənişləri həyata keçirildikdən sonra ölkənin digər şəhər və rayonlarında yaşayan pensiyaçıların da iyun ayı üzrə pensiyaları mərhələli şəkildə ödəniləcək. Bununla yanaşı güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da müəyyən edilmiş qrafikə uyğun olaraq veriləcək. Bu kateqoriyaya daxil olan vətəndaşlar üçün də ödəyişləri yaxın günlərdə həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, son illərdə pensiyaların ödənilməsi prosesi tam şəkildə elektronlaşdırılıb. Bu isə vətəndaşların öz vəsaitlərini daha rahat və təhlükəsiz şəkildə əldə etmələrinə imkan yaradır. Pensiya ödəyişləri bank kartları vasitəsilə həyata keçirildiyi üçün vətəndaşlar uzun növbələrdə gözləmədən vəsaitlərini istifadə edə bilirlər. Ekspertlər vətəndaşlara tövsiyə edirlər ki, ödəniş günlərində bankomatlardan istifadə zamanı təhlükəsizlik qaydalarına diqqət etsinlər, kart məlumatlarını digər şəxslərlə paylaşmasınlar və hər hansı problem yarandığı halda bank və ya aidiyyəti qurumlarla əlaqə saxlasınlar. Beləliklə, rəsmi məlumata əsasən Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları iyunun 12-sində ödəniləcək. Digər bölgələr üzrə pensiyalar və güzəştli şərtlərlə pensiya alan şəxslərin ödənişləri isə qrafikə uyğun olaraq sonraki günlərdə həyata keçiriləcək. Ən son xəbərlər və vacib məlumatlar üçün kanalımızı izləməyi, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirik. Sağ olun, növbəti videolarda görüşənədək